Salam, Riyaziyyat test toplusu 2025. Deməli, kvadrat tənliklər və onların araşdırılması mövzusundan yeni suallara baxaq. Burada maraqlı suallara. Birinci sualımız bizim 28-ci sual olacaq. Sualımız sol tərəfdə görünür. 28-ci sual. Deməli, verilib bizə 3x qüvvətində m kvadrat çıxılsın 9m üstəgəl 20 çıxılsın bx üstəgəl 36 bölünsün m minus 3 bərabər 0. Kvadrat tənliyinin x1 və x2 kökləri üçün kökləri bərabər və ya kökləri cəmi 0 olarsa m plus b cəmini ala biləcək müsbət qiymətlərin cəmini tapaq. Kvadrat tənliyi nədir? Qüvvəti 2 olmalıdır. Yəni x-in ümumiyyətlə ax kvadrat plus bx plus c şəklində olmalıdır və həmin çoxhədlinin dərəcəsi 2-yə bərabər olmalıdır. Biz bunu 2-yə bərabər edirik. X-in qüvvətin 2-yə bərabər edirik. Bərabərdir 2-yə. Burada m kvadrat çıxılsın 9m plus 18 bərabər 0. Bu kvadrat tənliyi vuruqlara ayırmaqla tutaq ki, yazsaq və yaxud diskriminantla fərqi yoxdur. Bunun bir kökü 6, digəri isə 3-ə bərabərdir. Biz 3-ü götürə bilmərik, çünki məxrəci burada 0-a çevirir. Onda bizdə m 6 imiş. Bizim tənliyimiz nə hala düşür? 3x kvadrat çıxılsın bx üstəgəl m-in yerinə 6 yazanda 6-dan 3 çıxanda 3, 36-nı 3-ə böləndə 12 bərabər 0. Bizim kvadrat tənliyimiz bu hala düşdü. Deməli, köklər üçün kökləri bərabərdirsə, deməli diskriminant 0 olmalı birinci halda. Diskriminanta bərabəri b kvadrat çıxılsın 4 vur a vurulsun c bərabər 0. B kvadrat buradan bərabər olur 144-ə. B olur müsbət 12, b olur mənfi 12. Əlavə olaraq kökləri cəmi 0-dır. Kökləri cəminin 0 olması üçün kökləri cəminin 0 olması üçün Viet teoreminə görə köklər cəmi b bölünsün 3-ə bərabər. İkinci həddin əmsalının əksi böl a-ya. Bu da bərabər 0. B də buradan alınır 0. Bizdən m plus b cəminin ala biləcək müsbət qiymətlərin cəmini soruşur. Birincisi, m bizdə 6 idi. Sonra biz b-ni tapdıq 12. Oldu cavab 18. Sonra ikinci halda m yenə 6-dır. B-miz mənfi 12-dir. Burada cavab alınır mənfi 6. Üçüncü halda m-miz 6-dır. B-miz 0 alındı. Burada da alınır 6. M plus b cəminin ala biləcək müsbət qiymətlərin cəmi müsbət 18 və 6-dır. 18 üstə 6 gəlsək 24. Doğru cavab B variantı. Növbəti sualımız 36-cı sual olacaq. 36-cı sual 4x kvadrat üstəgəl mx üstəgəl c bərabər 0 və mx kvadrat üstəgəl 9x üstəgəl 3 bərabər 0. Tənlikləri eyni güclü olarsa m plus c cəminin böyük qiymətini tapın. Deməli, eyni güclü tənliklər nədir? Həllər çoxluğu eyni olsun. Bu kvadrat tənliklərin eyni güclü olması üçün kökləri eyni olmalıdır. Belə deyək, həllər çoxluğu, yəni kökləri bərabər olmalıdır. Birinci kvadrat tənliyin köklər cəmi x1 plus x2 bərabərdir mənfi m bölünsün 4. İkinci kvadrat tənliyin köklər cəmi isə mənfi 9 bölünsün m-dir. Viet teoremindən istifadə edəcək. Buradan alınır ki, m kvadrat bərabərdir 36, m oldu müsbət 6, m oldu mənfi 6. Əlavə olaraq Viet teoreminə görə köklər hasili birinci tənlikdə c bölünsün 4-dür. İkinci tənlikdə 3 bölünsün m-dir. 3 bölünsün m-dir. Burada c böl 4-ü bir dəfə 3 bölünsün m-in qiyməti 6-nı nəzərə alsaq, c bərabər 2 alınır. Bir dəfə də c böl 4 bərabərdir 3 bölünsün mənfi 6-nı nəzərə alsaq, c bərabər mənfi 2 alınır. M plus c cəminin böyük qiymətini tapın. M plus c cəminin böyük qiymətini tapın. 6 plus 2 bərabərdir 8. Məlum ki, cavabımız bu olacaq. M-in böyük qiyməti 6-dır, c-nin də böyük qiyməti 2-dir. Bunların ən böyük cəmi 8 verəcək. Bu mövzuda bu qədər. Növbəti mövzuda 55-ci suala baxarıq. Yəni, Viet teoremi və onun tərs olan teoremi. 55-ci suala bura baxarıq. 55. 55-ci sualı biz 2 cür yaza bilərik. 0 kiçikdir m kiçikdir n. M x kvadrat minus m üstəgəl n x
plus m bərabərdir 0. Bunu biz həm diskriminantla, həm də Vietdən istifadə etməklə tapa bilərik. Tənliyinin böyük kökünü bizdən soruşur. Viet teoreminə görə bu tənliyin köklər cəmi x-in əmsalının əksi, yəni m plus n-in a-ya, yəni x kvadratın əmsalına nisbətidir. Tək-tək bölsək, burada 1 plus n bölünsün m alınır. Viet teoreminə görə köklər hasili isə sərbəst həddin m-i olan nisbətidir. N bölünsün m. Bunu yaxşı yazaq. N bölünsün m. Deyirəm. M. Bu ikisindən nəzər yetirsək, toplayanda 1 üstəgəli n bölü m, vuranda isə 1 bölü n, n bölünsün m verən ədədlər məlumdur ki, 1 və n bölünsün m-dir. Toplayanda bunu verir, vuranda isə elə bunu verir. Yəni şərtdə verib ki, 0 kiçikdir, m kiçikdir, n. Yəni m n-dən kiçikdir. M n-dən kiçikdirsə, deməli n bölünsün m kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdir. Yəni bu 1-dən böyümüş. Düzgün olmayan kəsir axı biz bilirik ki, 1-dən böyük olmalıdır. Bu tənliyin kökünü də böyük kökün bizdən soruşur. Deməli böyük kök n böl m-dir. Və yaxud bunun digər üsulu diskriminantda müraciət etməklə tapmaq olar bu cür. Növbəti sualımız 63-cü sual olacaq. 63-cü sual x kvadrat üstəgəl 7x üstəgəl 1 bərabərdir 0. Buradan bizdən soruşur x1-in kvadratı. Çıxılsın 4 kök altda x1 kvadrat x2 kvadrat üstəgəl kök altda x2-nin kvadratı. Deməli biz burada kökün xassələrini istifadə etsək, kvadratla kök gedir, modulda x1 çıxır. Burada da kvadratla kök gedir, modulda x1, x2 çıxır. Üstəgəl kvadratla kök gedir, modulda x2 çıxır buradan. Burada Viet'ə müraciət edirik. Viet teoreminə görə burada köklər cəmi -7-yə bərabərdir. Köklər hasili isə 1-ə bərabərdir. Toplayanda mənfi, vuranda müsbət verən ədədlər mənfi ədədlərdir. Hər ikisi deməli bunların kökləri mənfi imiş. Onda buradan alınır ki, x1 mənfidirsə moduldan çıxaranda qarşısına mənfi atırıq. Çıxılsın. Əgər x1, x2 hər ikisi mənfidirsə, onda onların hasili müsbətdir. Moduldan özləri kimi çıxır. 4x1, x2 şəklində. x2 də mənfidirsə, moduldan çıxanda qarşısına mənfi atırıq. Birinci ilə üçüncünü qruplaşdırıb mənfili mötərizə xaricinə çıxaranda alınır x1 plus x2. Çıxılsın 4x1, x2. Viet teoreminə görə mənfi köklər cəmi -7-yə bərabər idi. Minus köklər hasili 1-ə bərabər idi. Bu da olur 7 minus 4, yəni 3 doğru cavab. Sonra 74-cü suala burada baxacağıq. Demək, birinci tənliyimiz x kvadrat çıxılsın 2m plus nx üstəgəl 5m minus 3m bərabərdir 0. Bu tənliyin kökləri deyir ki, x1 və x2-dir. X kvadrat minus 4m plus n minus 2 x üstəgəl 30 bərabərdir 0. Bunun kökləri isə x1 plus 2 və x2 plus 2-dir. Viet teoreminə müraciət edək. Birinci tənliyin kökləri cəmi, yəni x1 plus x2 bərabərdir 2m plus n-ə. İkinci tənliyin köklərini toplasaq, yəni x1 plus 2 üstəgəl x2 plus 2 köklər bunlar idi də, bərabərdir ikinci tənliyin x-in əmsalının əksi, yəni 4m plus m minus 2-yə. Mötərizəni burada atsaq, biz alınar x1 plus x2 üstəgəl 4 bərabərdir 4m plus m minus 2. Birinci tənliyə əsasən x1 plus x2 2m plus n idi. Bu iki tənliyi nəzərə alırıq. 4-ü də bərabərliyin sağına atsaq, alınar 4m plus m minus 6. N'lər islah olar. Alınar ki, burada mənfi 2m bərabərdir mənfi 6. Demək, m 3 imiş bizdə. M 3 imiş. Əlavə olaraq biz bilirik ki, birinci tənliyin köklər hasili x1 vur x2 5m minus 3n-ə bərabərdir. İkinci tənliyin köklər hasili isə bərabərdir 30-a. İkinci mötərizəni atsaq, alınar x1, x2 üstəgəl
2 vurulsun. Elə 2-ni mötərizə xaricdən çıxarsam x1 plus x2 plus 4 bərabərdir 30. x1, x2 birinci tənliyin kökləri olduğu üçün köklər hasili nəyə bərabər idi orada? 5m minus 3n. Köklər hasili 5m minus 3n idi. M'in də yerinə biz 3 yazsaq, onlar 15 çıxılsın 3-in üstəgəl 2 vurulsun. x1 plus x2 birinci tənliyin köklər cəmi idi. O da 2m plus n idi. M'in yerinə 3 yazsaq, 2 üçün 6 plus n şəklində olar. Plus 4 bərabərdir 30-a. Burada mötərizəni açsaq, 15 çıxılsın 3n üstəgəl 12 üstəgəl 2m bərabərdir. 30-dan da 4 çıxanda 26. N'ləri bir tərəfə yıxsaq, m bərabərdir. 15 üstə 12, 27. 27-dən 26 çıxanda 1. Deməli, n'in qiyməti 1-dir, m'in qiyməti 3-dür. Bunların cəmini soruşur. Doğru cavabımız 4 olacaq. Növbəti 75-ci sual. Kökləri bu kvadrat tənliyin köklərindən 2 vahid böyük olan çevrilmiş kvadrat tənliyin əmsallar cəmi 8 olarsa, bir də baxaq, x kvadrat minus px üstəgəl q bərabərdir 0. Kvadrat tənliyinin köklərindən, bunun köklərini qəbul eləyək ki, x1 və x2. Növbəti bir tənliyi qurmalıyıq. Onun kökləri, bunun köklərindən 2 vahid böyükdür. Yəni x1 plus x2 və x2 plus 2. Çevrilmiş kvadrat tənliyin əmsalları cəmi 8 olarsa. İndi həmin kvadrat tənliyi biz necə qurarıq? Biz bilirik ki, çevrilmiş kvadrat tənlikdə a əmsalı 1-dir. Köklər cəminin əksi, yəni x1 plus x1 plus 2 üstəgəl x2 plus 2 köklər cəminin əksi yazılır burada. Üstəgəl köklər hasili isə, yəni x1 plus 2 vurulsun x2 plus 2 isə yazılır burada bərabər 0. Viet teoreminə görə köklər cəminin əksi burada yazılır, hasili isə sərbəstlərdə bərabərdir. Aha. İndi buradan nə alınır? X kvadrat çıxılsın. Biraz sadələşdirsək, x1 plus x2 plus 4 vurulsun x. Üstəgəl bu mötərizəni açsaq, x1, x2 üstəgəl 2-ləri mötərizə xaricdən çıxarsaq, x1 plus x2 plus 4 bərabərdir 0 alınır. Yaxşı. Deyir, əmsallar cəmi 8-dir. Bunun əmsallarında 1 var. 1 minus. Digər əmsal bax budur. Mənfi x1 minus x2 minus 4. Üstəgəl digər əmsal da bax bu sərbəstlərdir. x1, x2 üstəgəl 2x1 üstəgəl 2x2 üstəgəl 4 bərabərdir 0. 2x1-dən x1 çıxanda 1x1, 2x2-dən x2 çıxanda 1x2. Mənfi 4 ilə müsbət 4 gedir. Bir dənə burada x1, x2 hasili qalır. Plus 1 bərabərdir 0. Bu qaldı. x1 plus x2 yuxarıdakı kvadrat tənliyə görə, birinci kvadrat tənliyə görə x1 plus x2 p-yə bərabərdir. x1 vur x2 isə q-yə bərabərdir. Plus 1 bərabərdir 0. Buradan p plus q-nü biz mənfi 1 tapırıq. Cavab mənfi 1. Nəyəsə deyəsən səhv etdik. Diqqətlə baxaq. Üzr istəyirəm. Burada 8 yox. Bizə demiş ki, köklər cəmi 0 yox, 8 olmalıydı. Köklər cəmi, əmsallar cəmi 8-ə bərabərdir. 8-ə. Aha, onda buradan 8 alınır. Buradan da alınır 7. Cavab 7. Növbəti mövzudan 19-cu suala baxarıq. Növbəti mövzumuz rasional tənliklərdir. 19-cu suala burada baxaq. 19-cu sual x kvadrat, bir daha deyirəm, mövzumuz rasional tənliklərdir. X kvadrat minus 3x plus 2 bölünsün x minus a bərabərdir 0. Tənliyin bir kökü var. Biz kəsirin surətin vuruqları ayırsaq, alınar x minus 1, x minus 2 bölünsün x çıxılsın a bərabərdir 0. Tənliyin bir kökün olması üçün biz bilirik ki, burada x minus a ixtisar olmalıdır və x a-dan fərqli olmalıdır. Yəni x minus a ixtisar birinci halda x minus 1, x minus 2 burada x minus 1, x minus 2 bölünsün x minus 1 olsa,
Burada x minus 1'lər ixtisar gedər, qalar x bərabər 2. Bir dənə kök. İkinci halda, yəni x 1-dən fərqli olmalıdır. Yuxarı yazmışdım, A-dan fərqlidir. İkinci halda x minus 1, x minus 2 bölünsün, x minus 2 ola bilər. X minus 2'lər ixtisar getsin, buradan 1 alınsın, yenə də bir kök var. Burada da x 2-dən fərqli olmalıdır. Deməli, A parametrinin hansı qiymətlərində gördük ki, 1 ola bilər, bir də 2 ola bilər. A 1 və 2 olsa, onda tənliyin bir kök olacaq. Cavab A variantı 19-da. 22-ci sual. 22-ci sual. X kvadrat çıxılsın 4 bölünsün x minus 2 üstəgəl 8 vurulsun x minus 2 bölünsün x kvadrat çıxılsın 4 minus 6 bərabər 0. Tənliyin həll edək. Demək, biz şərt veririk ki, burada x 2 və mənfi 2 ola bilməz. Çünki birinci kəsirin məxrəcini sıfıra çevirən 2-dir. İkinci kəsirin məxrəcini sıfıra çevirən müsbət mənfi 2-dir. Ona görə bu qiymətləri ala bilməz. Onda birinci kəsirin məxrəc və surətini ixtisar etsək x plus 2 qalar. Üstəgəl 8 vurulsun. İkinci kəsirin də surət və məxrəcini ixtisar aparsaq 1 bölünsün x plus 2 qalar. Minus 6 bərabər 0. Bu ifadə alınar. Görürük ki, birində x plus 2 alındı, digərində 1 bölünsün x plus 2 alındı. Bunlar tərs ədədlər olduğu üçün mən x plus 2-yə 1 t əvəzləməsi aparıram. Onda alınır t üstəgəl 8 böl t minus 6 bərabər 0. Hər tərəfin t-yə vururam. Onsuz da x mənfi 2 ola bilməz. Ona görə t-yə vura bilirəm hər tərəfin. T kvadrat minus 6t plus 8 bərabər 0 şəklində bir tənlik alınar. Bu tənliyin bir kökü 2 olacaq, digər kökü isə 4 olacaq. T minus 2, T minus 4 şəklində vuruqlar ayrılır. 2, T'ni biz 2 tapmışıq. Onda x plus 2'ye biz bir dəfə 2 deyirik, x bərabərdir 0. Bir dəfə də x plus 2 bərabərdir 4 qəbul edirik. Buradan x bərabər 2 alınır. Biz qəbul etmişdik ki, yuxarıda x 2 ola bilməz. Cavabımız 0. Yəni doğru cavab D variantı 22-dir. Yerinə yazıb yoxlasaq ödəyəcək cavabımız. Növbəti 25-ci sual. Mn çıxılsın nm bölünsün mn üstəgəl nm bərabərdir. Bunu sadələşdirək əvvəlcə. Biz bilirik ki, bu iki rəqəmli ədədin açılışıdır. Olur 10m plus n. Çıxılsın növbəti də iki rəqəmli ədədin açılışı. O olur 10n üstəgəl m. 10n üstəgəl m. Qarşıdakı mənfiyə görə işarə dəyişdi. Bölünsün 10m plus n üstəgəl yenə də 10n üstəgəl m. Biraz da sadələşdirək. M-ləri yuxarıda hesablasaq olur 9m çıxılsın 9n. Məxrəcdə 11m üstəgəl 11n bərabərdir 11-də 5. Məxrəcdə 11-ləri ixtisar aparsaq, çarpaz vursaq alınar 9m çıx 9n bərabərdir 5m üstəgəl 5n. M-ləri bir tərəfə yıxsaq 4m, n-ləri bir tərəfə yıxsaq 14n. 4 ilə 14-ü 2 ixtisar aparsaq alınar 2m bərabərdir 7n. Bizdən mn ədədini soruşur. Bax, bu şərti ödəyən söhbət rəqəmlərdən gedir burada. M və n 0-dan 9-a qədər. 0 ola bilməzlər. 1-dən 9-a qədər rəqəmlərdir. Onda m 7, n 2 olanda bu mümkündür. Daha doğrusu nm ədədini soruşur. Nm. N bizdə 2-dir. M də 7-dir. Yəni 27. 29-cu sual. Burada 29-cu suala baxarıq. X kub çıxılsın 7x kvadrat plus 10x bərabərdir 0. Köklərindən deyir, yalnız biri bu tənliyin həm də o biri tənliyin köküdür. Bunu əvvəlcə həll edək. X-i mötərizə xaricinə çıxarsaq, x kvadrat minus 7x plus 10 bərabər 0 şəklində tənlik alınar. Birinci x-i də 0-a bərabər edirik. Mötərizənin içərisini də 0-a bərabər edirik. Mötərizənin içindən 2 kök tapılır əlavə olaraq. Biri 2-dir, biri isə 5-dir. Deməli, kökləri tapdıq 0, 2, 5. Qaydıram növbəti ardına. X minus 8 bölünsün x minus 2 bərabərdir m bölünsün x plus 3. Digərində x minus 15 bölünsün x minus 5 bərabərdir n bölünsün x plus 2. Deyir ki, tənliyinin köklərindən yalnız biri. Biz bu da bu yuxarıdakı bax bu işarə qoyduğum tənliyin yalnız bir kökü ödəyir bu tənliyin
həm də o biri tənliyin. Deməli, həm bir yazdığım tənliyin, həm də iki yazdığım tənliyin köklərini ödəyir. Bu yuxarıdakı tənliyin yalnız bir kökü, aşağıdakı birinci və ikinci tənliyin hər ikisini ödəyir. Misal üçün, biz 2-ni götürsək əgər, buradakı 2-ni, birinci tənliyi ödəyə bilməz. Çünki məxrəci sıfıra çevirəcək. İkinci tənlikdəki 5-i götürsək, o isə ikinci tənliyi ödəməyəcək. Çünki məxrəzdəki x-5-ə görə məxrəc 0 olacaq. Bu da ödəmir. Buranı silin, 5 yazın bura. Deməli, 5 də ödəmir, 2 də ödəmir. Yalnız nə qaldı orada? 0 ödəyir. X-in yerinə 0 yazıram. Olur 0 minus 8 bölünsün 0 minus 2. M bölünsün 0 plus 3. Buradan M bölünsün 3 bərabərdir 4-ə. M-i biz tapırıq 12. Həmin o 0'ı burada da yerinə yazıram. 0 çıxılsın 15 bölünsün 0 minus 5 bərabər M bölünsün 0 plus 2. Buradan alınır M bölü 2 bərabərdir 3. N bərabərdir 6. M plus N cəmin bizdən soruşur. Doğru cavab 18. Burada biz bu sual desəm səhv eləməsəm elə o bir topluluqda da var idi. 29-cu suala baxmalıydıq biz. 29. 6 vurulsun 1 minus 2 bölünsün x üstə gəl 1 bölünsün x kvadrat minus 7 plus 7 bölü x bərabərdir mənfi 2 tənliyinin kökləri cəmini tapın. 6 vurulsun biz mötərizənin içərisində ortaq məxrəcə gətirsək x kvadrat da ortaq məxrəc 1-in məxrəcinə 1 atsam. Surətdə alınar x kvadrat çıxılsın 2x plus 1 minus 7 üstə gəl 7 bölü x bərabərdir mənfi 2. Yaxşı. 6 vurulsun. 6 vurulsun. Burada necə olar? Surət burada x minus 1'in kvadratıdır. Məxrəc x'in kvadratıdır. Onda bunu bu şəkildə yazaq. Minus 7 üstə gəl. 7'ni mötərizə xaricinə çıxarsaq, yerdə qalar 1 çıxılsın 1 böl x. Mənfi 2'ni də sola keçirsək, müsbət 2 bərabər 0. Birinci mötərizə ilə ikinci mötərizə eyni şeydir. Yəni biz x minus 1 böl x-ə bir t əvəzləməsi aparaq. Onda alınar 6t kvadrat çıxılsın 7t plus 2 bərabərdir 0. Bunu vuruqlara ayırmaqla və ya diskriminantla tutaq ki, həll edək, köklərini tapaq. B kvadrat çıxılsın 4ac bərabərdir 1. 1 kökü olur 7 minus 1 böl 12. Bu 2 də 1'dir. T2 bərabərdir 7 plus 1 böl 12. Bu da 8 bölü 12 olur. 4'ə ixtisar gedəndə 3'də 2 alınır. 2'dən kök tapdıq. Bir dəfə biz x minus 1 böl x'i 2'də 1 ilə əvəz edirik. Buradan alınır 2x minus 2 bərabər x'a. X bərabərdir 2. İkinci halda isə x minus 1 böl x'i 3'də 2 ilə əvəz edirik. Buradan alınır 3x minus 3. 3x minus 3 bərabərdir 2x'a. X bərabər 3 tapılır. Bizdən bunun köklər cəmini soruşurdu. 2 plus 3 bərabərdir 5. Növbəti 33-cü sual olacaq burada. Üç printer vasitəsilə materiallar çap olunur. 33-cü sualda birinci printer 12 səhifə çap etdiyi müddətdə ikinci deməli yazaq. Birinci, ikinci, üçüncü printer. Birinci printer 12 səhifə çap edib. Həmin müddətdə ikinci printer 28 səhifə çap edib. Amma ikinci printer 21 səhifə çap etdiyi halda üçüncü printer 30 səhifə çap edib. 30 səhifə. Deyir ki, onlar eyni anda qoşuldular və birlikdə 200 səhifə çap elədilər. 200 səhifə, bunlardan neçəsi birinci printer vasitəsilə həyata keçirilib. Deməli, mən bunu necə yazacağam? Baxın, 28 ilə 21. İkinci printer bir dəfə 28, bir dəfə də 21 çap elədiyi üçün, səhifə çap etdiyi üçün mən bunlar üçün bir növ əkop tapdım. Yəni, ortağı burada 48 olur. Biz ikincinin hazırladığı ümumi səhifə çapına 48K deyərik əkoblarına görə. Yəni, belə deyək, buradan bura artım 4 dəfədir. Onda buradan burada artım 4 dəfə olarsa buna biz 120K deyə bilərik misli qədər. Birincinin sayı isə, yəni bu 28, 48'ə gəlib
28, daha 84, 48 yazdım, 84, 84. 84, 48 yox, 84 ek obları. Bu 4 dəfə artıb, 30 da 4 dəfə artıb 120k. 28 3 dəfə artdığı üçün biz 12-ni 3 dəfə artırıb 36k yaza bilərik. Yəni birinci printerin hazırladığı 36k'dır, ikinci printerə 84k'dır, üçüncü də 120k'dır. Bunların toplam cəmi 36k üstəgəl 84k üstəgəl 120k bərabərdir 200-ə. 36 bu da 84, 120, o da 120, 240k bərabərdir 200. K'nı buradan tapıram. 200 bölünsün 240. Deməli, biz burada 40'a bölək surətin məxrəci. Burada 5 alınar, burada isə 6 alınır. Bizdə nəyi soruşur? Birinci printerin. Birinci printer 36k olduğu üçün, yəni biz 36'nı vururuq 6'da 5'ə. Bu da olur 30. Deməli, həmin vaxt bu 30 səhifə çap edilmiş. Birincisi. Növbəti mövzuda modul işarəsi daxilində dəyişən olan tənliklər mövzusu. Buradan 75-ci suala baxaq. 75-ci sual. Deməli, x modulda x üstəgəl 2a çıxılsın 18 bərabərdir x üstəgəl 2a çıxılsın 18. Tənliyinin a-3 müsbət sonsuzluq a çıxılsın 3-dən müsbət sonsuzluğa qədər. A-nın hansı qiymətində deyir ki, tənliyin həlli bax belə olar. A-3-dən müsbət sonsuzluğa. Ümumiyyətlə, modul daxilindəki ifadə əgər özünə bərabərdirsə, demək modulun içindəki ifadə 0-dan böyük bərabər imiş. Buradan da alınır ki, x böyük bərabərdir. Bunları bərabərsizliyin sağına keçirsək, alınar 18 çıxılsın 2a. Yəni, cavabımız 18 çıxılsın 2a-dan müsbət sonsuzluğadır. İndi bizdə də cavab a-3-dən müsbət sonsuzluğadır. Demək, 18 minus 2a-nı biz burada gördüyümüz a-3-ə bərabər edirik. Alınır buradan 3a bərabərdir 21, a bərabərdir 7. 75'də cavab B variantı 7. Növbəti sual 70, deməli 8-ci sual olmalıdır. Burada 78-ci sual. Kök altında 10 üstəgəl y bərabərdir kök altında 20 çıxılsın kök altında 10 minus y. Biz burada oxşar kökləri yanaşı yazaq. Yəni 10 plus y ilə 10 minus y bərabərliyin solunu atsam, burada müsbət olar. Olar 10 minus y bərabər kök altda 20-yə. Bərabərliyin hər tərəfin kvadrata yüksəldək. Kvadrata yüksəldək. Olar a çıxılsın. A üstəgəl b-nin kvadratı, yəni birincinin kvadratı. Üstəgəl b kvadratı, yəni ikincinin kvadratı. Üstəgəl bunların hasilinin 2 misli. 10 plus y, 10 minus y. Bərabər kök altda 20'nin də kvadratı 20'dir. Y-lər islah olur. 10 üstə 10, 20. 20'dən də 20 çıxanda 0. Yəni 2 kök altında 10 plus y, 10 minus y bərabərdir 0 imiş. Deməli, kökün içərisi 0'a bərabər olmalıdır. Hər biri vuruğu. 10 plus y də 0'dır, 10 minus y də 0'dır. Y bir dəfə mənfi 10, bir dəfə də müsbət 10 olacaq. Köklərinin kvadratlar cəmini soruşur. Bunun kvadratı 100'dür, bunun da kvadratı 100'dür. Toplam olur 200. Cavab C variantı 78'də. Növbəti 82-ci sual olacaq burada. 82-ci sual. Modulda 2 minus x bölünsün kök altında. Burada gördüyümüz x kvadrat çıx 4x plus 4q var. Biz bunu x minus 2'nin kvadratı şəklində yazaq. Üstəgəl kök altında 4 minus x kvadrat bərabərdir 1'ə. Biz bilirik ki, kvadratla kök gedir. Həmin ifadənin modulu çıxır. Yəni modulda 2 minus x minus 2 üstəgəl kök altında 4 minus x kvadrat bərabərdir 1'ə. Burada x-in 2'dən böyük və ya bərabər olduğunu biz bilmirik. Amma bilirik ki, ikinci kökə görə 4 minus x kvadrat 0'dan böyük bərabər olmalıdır. Burada x yerləşməlidir mənfi 2, 2 parçasında.
Mənfi 2 2 parçasına yerləşirsə, deməli həm birinci, həm ikinci modul müsbət imiş. Daha doğrusu birinci modul müsbət olur həmişə. İkinci modul isə, yəni məxrəc isə mənfi olur. Düzdür, bura mənfi 2-ni ala bilmir, çünki məxrəc 0 olacaq ona görə. Bunu mənfi 2-ni ala bilər, amma 2-ni ala bilmir. Bunun məxrəci mənfi olduğu üçün ixtisar getsə cavab mənfi 1 qalır. Üstə gəl 4 minus x kvadrat bərabəri 1-ə. Buradan 4 minus x kvadrat bərabərdir 2-yə. Hər tərəfdən kvadrata yüksəltmə işini yerinə yetirsək, bərabərdir 4-ə. X kvadrat bərabər 0, x bərabər 0. Cavab deməli 0-a bərabər imiş. 82-də səhv yazdıq deyəsən. Nəyə səhv yazdıq? Bir dəqiqə. Yox, bunlar ixtisar gedir. İxtisar gedir. Burada müsbət 1 qalır. İxtisar gedir, müsbət 1 qalır. Buradan alınır 1 minus 1 bərabərdir 0. 4 minus x kvadrat bərabər hər tərəfin kvadratı yüksəldəndə 0. X kvadrat bərabərdir 4. X bərabər müsbət 2. X bərabər mənfi 2. Sadəcə bizdə müsbət 2 tənliyimizin kökünü ödəməyəcək. Tənliyimizi ödəmir. Çünki məxrəci 0-a çevirir. Cavab mənfi 2 olacaq. Y variantı 82-dir. 89-cu sual. Burada olacaq 89-cu sualımız. Kök altında 4 üstə gəl 4 bölü m, üstə gəl 9, üstə gəl 9 bölü m, 25, üstə gəl 25 bölü m bərabərdir 30-a. Şərtini ödəyən m həqiqətlərini soruşur. 4-ü mötərizə xaricdən çıxarsaq, onlar 4 vurulsun, 1 plus 1 bölü m. İkincidən 9-u mötərizə xaricdən çıxarsaq, 1 plus 1 bölü m. Üçüncüdən də 25-i çıxarsaq, qalar 1 plus 1 bölü m bərabərdir 30-a. 4-dən kök 2 çıxır, 9-dan kök 3 çıxır, 25-dən kök 5 çıxır. Hər birində kökün altında eyni ifadə qaldığı üçün biz bunların əmsallarını toplayıb 2 üstə 3, 5, 5 üstə 5, 10 kök altında 1 plus 1 bölü m yaza bilərik. Bərabərdir 30-a. Buradan 1 üstə gəl, 1 üstə gəl, 1 üstə gəl, 1 böl m kökün altında bərabərdir 20 alarıq. Daha doğrusu 33-ə bölərik, 10-a bölərik 3 alarıq, 3. Hər tərəfi kvadrata yüksəltsək bərabərdir 9. 1 böl m bərabərdir 9-dan 1 çıxanda 8. Deməli m 8-də 1 imiş. D variantı. Sonra burada 109-cu suala baxaq. 109-cu sual. X kvadrat çıxılsın 9x üstə gəl 18-in kvadratı bərabərdir. Modulda x minus 5. Modulda x minus 5 bölünsün x minus 5 minus 1. Burada bir mühakimə yürütməliyik biz. O da nədən ibarətdir? Modulun içindəki x minus 5 müsbət yoxsa mənfidir? Onu x 5-dən böyükdür yoxsa kiçikdir? Bunun haqqında məlumatımız yoxdur. Əgər x 5-dən kiçik olarsa, deməli bu kəsirin surəti mənfidir. Modulda mənfidən müsbət çıxması üçün qarşısına mənfi atarıq. Mənfi atarıq. Onda bu kəsirin qiyməti olar mənfi 1. Mənfi 1-dən 1 çıxanda mənfi 2 olar. Amma bərabərliyin sol tərəfində qüvvət cütdür, 2-dir. Cüt olduğu üçün cavab mənfi ola bilməz. Deməli, bunlar ixtisar gedir. 1 hal ola bilər buradan. 1. X kvadrat minus 9x plus 18-in kvadratı bərabər 1-dən də 1 çıxanda olur 0. Ümumiyyətlə, modulu özünə böləndə cavab 1 yox və yaxud da mənfi 1 eləməlidir. Mənfi 1 ola bilməz. Çünki mənfi 1-dən 1 çıxanda mənfi 2 eləyər. Mənfi 2 olar və kvadrat mənfi bərabər olmaz. Ona görə 1 götürürük. 1-dən 1 çıxanda 0. Buradan da alınır x kvadrat çıxılsın 9x plus 18 bərabər 0. Bu tənliyin bir kökü 3-dür. Digər kökü isə 6-dır. Nə soruşur? Həqiqi ədədlər çoxluğunda bunu həll edin. Həqiqi ədədlər çoxluğunda həll edin. 3 və 6 amma 3 şərtimizi ödəmir. Çünki məxrəci mənfi olur bu ifadənin. Belə olur da, yəni bərabərliyin sağ tərəfi olacaq. Modulda 3 minus 5 bölünsün 3 minus 5 minus 1.
Bu da bizə verir -2. Hə, bu işarətimizə ziddir. Ona görə biz 6-nı götürürük. Və bir də son sual 110-cu suala baxırıq, yekunlaşdıraq. 110-cu sualda x vurulsun, modulda x-4 bərabərdir x kvadrat çıxılsın 30. Tənliyinin köklər cəmini tap. Tənliyinin köklər cəmini deyə tapaq. Demək, burada biz 2 hala müraciət edək. Birincisi yaza bilərik ki, x 4-dən böyükdür. Yəni x-4 müsbətdir. X 4-dən böyükdürsə, onda moduldan çıxanda bu ifadə özü kimi çıxır. Bərabər x kvadrat minus 30-a. Yəni x kvadrat çıxılsın 4x bərabərdir x kvadrat çıxılsın 30. Mənfi 4x bərabərdir mənfi 30-a. X bərabər 30-u 4-ə bölündə 7,5. Bu 1. Burada x kvadratlar islah olmuşdur. 7,5 də 4-dən böyükdür. Ona görə tənliyimizi ödəyir. İkinci halda x 4-dən kiçik ola bilər. Onda moduldan çıxanda qarşısında mənfi atırıq. Yəni bu 4 minus x şəklində moduldan çıxır. Mötərizəni açanda 4x minus x kvadrat bərabər x kvadrat çıx 30. Alınır 2x kvadrat çıxılsın 4x minus 30 bərabərdir 0. X kvadrat hər tərəfini 2-yə bölürəm. Belə bir ifadə alınır. Bu tənliyin də bir kökü 5 olacaq. O biri kökü -3 olacaq. 5 və -3. İndi burada 5 şərtimizi ödəmir. Çünki 4-dən kiçik deyil. Amma -3 şərtimizi ödəyir. Deməli, bu tənliyin kökləri oldu 7,5 və -3. Cəmlərin soruşmuşdu. Cavab 4,5. Bu oldu tənliklərə aid. Bir məhsullu xətti tənliklərə aid. Tənlik qurmaqla. Bir məhsullu xətti tənlik yox. Kvadrat tənliklər, sonra Viet teoremi, rasional tənliklər, bir də modul işarəsi daxilində dəyişən olan tənliklərə aid sualların izahları idi. Yeni sualların izahları idi. Sağ olun.